çiçək axtarılır. Mən onun... Sən neçə gün əvvəl evdən qaçıb dedin? Mikrofonu götür, qardaş. 10 gündür. Deməli, mən Günel xanımın sujetini təqdim etdim deyə buna dönmədim. Çiçəklə bağlı yazdım. 10 gündür işə getmir, telefonlar da söndürülüdür. Mikrofon. Bəli, bəli. Gedir, işinə gedir o. Xeyr, işə Amma getmir. telefonumu açmır. İşə getmir. Gedir. Bugün getmir. Bugün getməyib. Ay qardaş, mənə yalan deyə bilməzlər ya onlar. Deyirəm ki, bugün getməyibdir. Nə dünənlərim mən oradaydım. Mən sənə deyirəm ki, 10 gündür həyat yoldaşın işə getmir. Müdürü ilə danışmışam dünənlərim. Qardaş, bir dəqiqə deyən. Sən niyə narahatsın? Bu dəqiqə. Necəsən əzizim? Müdürün adını de. Mikrofonu götür. Sevər xanım, məsələn, oradan məsələn deyirəm, mənə yazıblar ki, 10 gündür çiçək işə gəlmir. Telefonlar da söndürülüdür. Çiçəyin həyat yoldaşı Adil isə deyir ki, dünənləri Sevər xanım deyir ki, çiçək işdə olubdur. Onda belə çıxır ki, gizlədirlər. Demirəm, Sevər xanım yox. Dünənlərim o işdə olub xanım. Bir dəqiqə, siz burada... Bugünlərim olmayıbdur. Yox, siz dediniz ki, Sevər deyir ki, dünən işdə olubdur. Bəli, dünənlərim işdə olubdur, bugün olmayıbdır. Müdür deyib də siz onu, düzdür. Bəli. Mən onu deyirəm də, nəyi deyirəm? Yəni dünən işdə olub, bugün yox. Oradan da deyirlər ki, 10 gündür Sevər yoxdur. Nədir, çiçək? İşdə yox. İşə gəlmir. Telefonlar da sönülüdür. Atın mənə Sevər xanımın nömrəsini. Xoşqədəm xanım. Bugünlərim onu işə aparıb tutaldan Şahanə xanım özü iddia elədi ki, dedi dünən işdəydi, adın dedi, bugün səni görüb gəlməyib. Bax, qardaşım, burada doğruları danışın. Doğruları danışıram. Sevər xanım mı dedi, Şahanə mi dedi? Yox, Şahanə xanım, bugünlərim dedi... Və sonda yazıq Sevərin adını bura niyə qatırsan? Yox, qulaq asın, Şahanə xanım dedi ki, dünən işdəydi, amma bugün gəlməyib, adıl dedi. Bax, bugün dedi, bilir ki, burada olasın, gəlməyib. Gəlməyib, hə? Ay, Xoşqədəm xan, bəlkə bu adamdan gizlədirlər qadını. Bu, durduq yerə zorakılıq eləyib xanıma, döyüb, əzib, incidib. Bəlkə bundan gizlədirlər. Tər-tərdə... Xanım, onun, siz də elə danışırsınız, güya ki, biz burada məhkəmədə oturmamışıq. Mən deyirəm ki, gec gəldiyinə görə başa salmışam, yəni başa salmışam. 2 dənə şillə vurmuşam, Gülgül var. Düz eləməmsən də, ay qardaş. Düz eləmişsən, Gülgül var. Bir dəqiqə, bu 2 deyirsə, deməli, bir 12 şillə vurur. Yox, yerə, şişləyərlə bir arvadı. Bəxtiyar doktor, düz. Yox, mən başqa deyirəm. Bir dəqiqə. Kişi yoldaşı olaraq, haqlı olaraq deyil, işləmədə. Yox, bu qadın öz başına... Ben deyirəm, yenə də yeyir, işləmədə, yenə də qaçır. Olmaz. Olmaz, onu vurmaq olmaz heç kimi. Bu kişi pisi geçsin, boşansın da. Yox, bir dəqiqə. Yazın, evin kişinin sözü olmalı. Yox, xaricə gedəndə bəs kirişləyi ona baxım. Xaricə gedəndə bəs necə oldu, bəs bunu tək qoydu, çıxdı, getdi, başqa ölkədə işlədi. Qadın öz ayağının üstündə durur da. Qadın öz ayağının üstündə durur da. Bu xaricə gedəndə, gedib orada işləyəndə, qadın da orada öz evladını baxır da. Neyini ki? Neyini də? Niyə qısqanmadı o vaxt? Adil bəy, heç onda demirdiniz, xaricdə olanda gec gəlir, tez gəlir, hardadır, Hardadır mənim həyat Bir dəqiqə, yoldaşım? mən qulaq asın, görün sizə nə deyirəm. Sırıq Mən bayaqdan gəldim evə, mən evə gələndə, mən gələn gündə qaçdı, getdi. Mən onu demirəm. Və sonda sizi niyə axtarırdı burada? Bəs mən də deyirəm, Gürcüstanda mən gəl, məni gətizdirdinsə, məni axtarırdınsa, mən niyə gedirdin? Mən nə bilsiz deməmişəm. Uşaqlar səni qoyub yanında qoymaz. Bəli, qoydu, qaçdı. Bu birinci dəfə Çiçək Axundova, Rasim qızı axtarılır. Sən dəfələrlə baş verən, qaçan arvadı hər dəfə qəbul eləmişsən. O qaçıb, sən qəbul eləmişsən. O qaçıb, sən qəbul. Buna başa düşdü. Adil, Bəli. bu sən gəldin. Gələn kimi bu qadın qaçdı. Hardan tapdın? Bilirsiniz hardan tapdım? Gəldim onu da Bakıdan tapdım. Bakıda hardaydı? Bilmirəm, gah dedi parkda yatıram, gah dedi asfaltın qırağında yatıram. Evini qoyub asfaltda niyə yatırdın? Hə, indi qulaq asında xanım, mən də gəldim bura Bakıya, mənim bacım gül Biləcərdə olurdular. Bacımla götdüm, nəsə bunu bir yavaş-yavaş danışda bunun könlünü aldım, onu gətirdim avtovağzıra, taksini zakaz. Bəlkə ay Adil, bunun psixoloji problemi var. Ola bilər ya, Xoşqədəm xanım, mən demirəm yəni budur. Mən demirəm o yəni pis yollardadır, budur, falandır. Yox, onu demirəm mən. Yox, Allah'ımı dana bilmərəm. Pis yolda olan qadın niyə gəlib ərin axtarsın ki burada? Xoşqədəm xanım, mən onu axtarım ki, gəlsin, uşaqları körpədir, yazıqdılar. Düz eləyirsən. Dünən cəmaatın uşağı toyda şənlərin, mənimkilər uzaqlaşıb qıraqda Yox, düz eləyirsən, bravo. Bir kəlmə, xahiş edirəm sizdən.
Onu gətirin qoyun gəlsin balaların içinə. Mən onu tapacağım və gətirəcəm. Xahiş edirəm sizdən. Amma balalarının yanına gəlməyəcəyini bax, mən gəlsin, bilmirəm. üzr istəyəcəm ondan, onun licbi gəlsin uşaqların içinə. Ayrı işlə demirəm sizə. Döyməyəcək. Xeyr də, yəni bax, Ona yenə də söz deyirəm. verin. Yəni vurmuşam xanım, Bir dəqiqə. səhv eləmişəm, qələt eləmişəm. Gəlsin Ha, uşağın bir içinə. dəqiqə dayan. Aydın, bircə saniyə. Biz burada kişidə günah axtarırıq. Övladını atıb gedən anada günah axtarmırıq. Bir ana nə qədər problem olursa olsun, bir ana övladını necə atıb gedə bilər? Sən bu kişinin tərəfini necə tuta bilirsən? Bu kişi nə var, bu kişi nə var bu kişi? Biabırçılıq deyir, Nədir, biabırçılıq nədir? Neyləmişəm, nə bir barçı? Biabırçılıq o qadındır ki, uşaqların atıb qaçıb küçələrdədir. Biabırçılıq odur. Zorakılığa məruz qalıb, ay Zülfiyə Kişi üçün biabırçı heç nə yoxdur. Ay Zülfiyə xan. Ha, düz deyir, Ayşə. Bir dənə xahiş edirəm. Ayşə, düz. Bir dənə xahiş edirəm Ramal bəy. Siz deyirsiniz ki, bir dənə icazə verin. Bircə saniyə. Xahiş edirəm. Siz deyirsiniz ki, qadın günahkardır. Qadın, bunlar ailə quranda bir-birlərini istəyiblər, gəliblər. Qadının birinci, bu kişi ki atıb gedib, ondan sonra çətinlik görüb. Düzdür, düzdür. Çətinlik görüb, məhəbbət görməyib, sevgi görməyib, nifrət yaranır, saymamazlıq görüb. Ona görə agresiya yaranıb ailəsinə qarşı. Onu deyirsin. qaçın demirik. Yəqin ki, uşağı istəmirdi. Yəqin ana uşağı istəmir. İstəmirsə biabırçılıqdır da. Ana adına ləkədir də. Uşağın istəmirsə, Mən demirəm, evindən nə qaçırsa. yaxşıdır? Kim deyir ki, yaxşıdır? Mən bir söz deyim. Əgər- Burada günah hər iki tərəfdədir. Əlbəttə, Hər ikisi bəli. günahkardır və Bəli. uşaqlar bunların heç birinə lazım Uşaqlar deyil. qurbandır. Ata da Bəli. atıb geçmişdi, ana da indi atıb Çiçək gedir. Axundova axtarılır. Dostlar, tanıyıb bilənlər varsa lütfən 050 501 01 47-yə zəng etsinlər və tər-tərdə məktəbdə valideyn az yaşlı bir uşağı o ki var döyübdü. İnanın mənə ki, bizim əməkdaşlar ona yemək verdi arxada. Uşağın çənəsi tutmur ki, yeməyi çeynəsin. Adı nə idi o buranı döyənin? Bəxtiyar bəy, efirə bağlanın. 050 501 01 47 tər-tərdə Bəxtiyarı tanıyanlar lütfən bağlantı yaratsın. Və Çiçək Axundova axtarılır. Çiçək, əgər həqiqət sənin tərəfindədirsə, bu adil yalan deyirsə, yığ efirə, zəng elə, bizə məlumatı ver, bilək. Amma bildiyim odur ki, Adil yaxşı atadır. Adil yaxşı ərdir, uşaqlarına sahib çıxıb və bugün də gəlib səni axtarırsa, mən onu alqışlayıram. Bu qədər. Gəl bura damla. Bəxtiyar bəy, necədir vəziyyətin? Yaxşıdır. Gəncə necə oldu? Yaxşı, normal. Gəncədə sevgi varmı? Hər var, əlbəttə ki var. Nə dedilər? Orada mənə nə gətirdin? Sevgi gətirdin mi qucağa? Hamısı salam deyir, sağ ol. Buradan bütün Gəncəni, bütün Azərbaycanın hər bir bölgəsini salamlayırıq. İnşallah noyabr ayının 22-sində bir dəfə də Gəncəyə gedəcək. gedəcəksən. İncidən yazılsınlar da onda. Hə, onu da demədim. Gələn ay, yəni noyabr ayının 22-sində Bəxtiyar Hüseynov gəlir Gəncəyə. 055 694 4050 əlaqə nömrəsi. Amma Bakıda təbii ki, uroloji, androloji əməliyyatlar icbari sığorta ilə məhz Bəxtiyar Hüseynovun yanında keçirilir. Bugün bir nəfər gəlməli idi Bəxtiyar bəy üçün. Böyrəyində problem var idi. Valla uşaqlarınızın qədrini bilin. Bax, o Almaniyada uşaqları əlindən alınan ailə var. O qədər üzülürəm ki. Ər-arvad veriblər çiyin-çiyinə, balaları üçün Sizə desəm ki, çarpışırlar. onların bugün hansı problemi var? Getməlidir məhkəməyə. Təsəvvür elə, bunlar da bütün gücünü qoydu, burada evi düzəltdilər, oyuncaqlarına qədər, hər şeyini ki, övladlarımızı alacaq. O kartda 5000 evro olmalıdır. Bugün onlar nə vəziyyətdədir? Deyirəm indi, hamın gəlin yığışaq, 5000 evronu qoyalım. Yığışaq qoyalım. O bəzən ağıl verirlər, bəzən deyirlər, ay belə, ay niyə çıxdı, ay neynədir, indi gəlin, 5000 evro o ailəyə kömək eləyir. Bax, buradan deyirəm sizə. O kömək eləyəni, o uşaqları oradan alıb gəlməsi üçün varmı elə bir adam? Zəng elə 050 501 01 47-yə. Mən də deyim, bravo, kömək elədi. Nə var ki? Deməyə ki, o, bu, kömək. Bəli.
Son anda bax bu evlənməli deyildin sən. Satır eləsin. Evlənməli deyildin. Xoş gedəm xanım, icazə verin Deydin deyir. evlənməli. Evin yox, eşiyin yox, bir uşaq qalıb. Onlar əlində ovucundakı uşaqlarının, çünki orada məhkəmədə tələb eləyirlər. Bu Hüseynə əvvəldən də ev düşürdü. Ramal bəy, əvvəldən də tək ev istəyəndə ev düşürdü. Gərək bunu evlə təmin olunmalıydı. Sonradan da bu yazığın qoltuğuna bir dənə arvadı, sonra da bir dənə uşağı veriblər, evləndiriblər, salıblar küçələrə. Bu düzgün deyil axı. Yaşayan bir Bu insan düzgün idi. deyil. Sən niyə evlənirdin? Bax, mənim üçün maraqlıdır. Mən hara müraciət eləmişəmsə, ilk mənim bütün işlərim həll olundan sonra gündəmdə idi ki, mən evlənəcəm, harcı evim olanda. Mən hara müraciət eləmişəm, evim üçün müraciət eləmişəm. Bugünkü gündə də o sualı mənə verir, çox az insanlar verir. Ki, mən evim üçün çıxmışdım mübarizələrə, ki, belə alındı da, biri zəng vurdu, allatdı, biri nə bilim, alınmadı. Onu gördən mən dedim, dedilər evlən, evi verəcəklər. Evləndim, düşdüm evin üstündə, dedilər ki, bala, hələ uşağın olsun ondan sonra. Uşaq oldu, getdim, dedi, get uşağınla rəsmi şəkildə imtina elə, sənə sığınacaq verək. Bəli. Bu nədir? 3 il sən belə bu oyunlarda oldun yəni. Bəli, xoşadam xanım. Nə deyim mən? Bu adam köməyə gedib, bunu daha da Mən nə bilim, belinə onun 2 dənə üçün yükü bilmirəm. qoyublar, hər Bilmirəm. çiyninə atıblar küçələrə. Belə Yəni, olmaz bir axı. dənə bildiyim odur ki, mənə yazırlar ki, Hüseynin hər şeyi var. Mən buradan sizə deyirəm ki, yenə deyirəm, mən Xoşgədəm Hidayət qızı olaraq bunları özümə, şərəfimə layiq bilmirəm sizə deyim. Amma sizə deyirəm ki, heç nəyi yoxdur. Heç bir şey yoxdur. Onun bu dəqiqə əlində olan o deyil, o uşaqdır. Və o da səhv bir addımdır. Özü-özünü saxlaya bilmir. Özü-özünə bir iş bula bilməyən adam gedib bir dənə uşağı da alıb qoltuğuna qalıb. Adam köməyə 30 getmişdi. yaşında kişi ailəsini, uşağını saxlaya Ay, bilmirsə, Könül xanım, bunun tövbə- bir dənə adı var, zəif kişi obrazıdır. Xeyr, Könül xanım, dünən də siz danışdınız, yetəri qədər, baxın, indi bugünkü yorumlarınızı. Zəif obrazı. Zəif obraz deyil, mən nə vaxt evlənməli idim? Deyir evlad, mən işləmişəm, 11 yaşından mən işləmişəm. Mən əskərlikdən gələndə xoşum, getdi fəhləlik də elədim. Mən əmək kitabçamı gətirmişəm. Siz dünən deyirsiniz ki, sən kimsə haqqını itirirsən. Mən əmək kitabçamı xaçım, göstərim Könül xanıma. Gətir, gətir. Əşmək Göstərsin istəyirsən, mən. neynirəm, Siz mənə deyirsiniz, kitabça kimsə haqqını lazımdır. itirirsən. Heç kim haqqını haqq itirirsən, Könül xanım. Dostlar, deməli qızım, Damlaya Volqaqraddan zəng gəldi ki, Damlaya Elmlər Akademiyasında Bakı Dövlət Universiteti ilə üzbəyüz bir otaqlı ev verirəm. Sən də oradaydın. Hazırsanmı Damla şoka? Hazır. Damlaya bəlkə də amma bu mənim açarım. Ay yox, elə bildi ki, açar verir. Ay bu mənimdir. Layiqdir, o evə də layiqdir. O balasının Teşekkür ederim dişində, Gözəl dırnağında saxlayır. O Çox sağ olun. qeyrətli qızdır, aburlu qızdır. Biraz emosionaldır, amma çox yaxşı da qızdır. Teşekkür ederim, çok sağ olun. Ancaq abırlıdır. Çünki o danışığı, münasibəti, Danışıq tərzi pis ola reaksiyaları, bilər. Hə, cəmiyyətini tüzləyə bilmərəm. Danış tərzin pis ola bilər, amma şükür Allaha. Küçəyə niyə düşürdü ki? Ay Zilfə Niyə xanım, düşürdü Küçədə küçəyə? bu da olub da, bu niyə elə deyil bəs onda? Hə. O qədər küçədə Yox, xeyr, yaşayanlar ondan var. razı Hər deyiləm. küçədə olan ağzını Onda açıb hamı eyni danışmalıdır. cür olsaydı maraqsız Yo, olardı. yo, yo, Hər yo. bir cür təsir edir də. Teşekkür Qadına ederim. yaraşan, Çok xanıma sağ olun. yaraşan, onun abrıdır, onun Olmasın həyasıdır, gərək. onun ağzından çıxan kəlməsidir. mən Bu nə sizdən çox deməkdir? xahiş edirəm. Siz o oğlanla bu qadını, bu çəlimsiz qadını necə müqayisə eləyə bilirsiniz? Necə? Adam Müqayisə gedib eləmirəm. külünk... Bir dəqiqə qardaşım, adam gedib sappa-sağlam adamdır. Külünk verib pul çıxartmaq arasına gəlib oturub ki, mənə ev verib, mənə uşağımla uşağa baxıram. Eləmirəm ki, nə bilirsiz eləmirəm. Çox gözəl külünk də vururam, mən işləmişəm, 11 Get yaşında mən işlə də, işləmişəm. get işlə İşləməyin yenə. ev ala bilirsiniz siz? Ay balam, 600 manat pul verirəm, kiraya qalsın, evlənməmişsin, uşaq da yoxdur. Gedin yaşın, özünüzü evdə tikin, yemək də yiyin, paltar da alın, hər bir şey eləyin. Eləyə bilərsiniz. Niyə eləmirəm ki? Necə az yiyeyim? Bəs bizim Ətin kilosu atalar- 25 manatdır, nətər az yiyeyim? Yemə hər gün ət. Hər gün gün yemirəm ət ki. yemək məcburiyyətindəsən. Mən axırıncı ət toyumda yemişəm əti. Ay, yaxşı görürsən Allah, ət tökən danışma da. Nə Valla danışırsan? Qurana qayı xoş gedəm xanım. Danışanda valla adam bizi necədir? Gərək ağlayasan bunların qabağında. Bu ailəni indi götürürük yeməyə. Xahiş edirəm. Uşaq da anasıdır. Uşaq anası. Necə yəni? Danışanda Ana quruyub mən da heç o əyilməyi xoşlamamışam. Mən xoşlayıram. Quran haqqı dünən mən baxmışam. 5-ə qədər mən Könül xanımın o mənə dediyi sözlərə görə çox vicdan azabı çəkib ağlamışam mən. Ağlamaq üçün. Qurandan insanıq. Mən sığışdıra bilmirəm mənliyimə ki, işləmişəm.
Axırda getdim qurunç sularında işlədim. Axşam havzını çıxın, bax vicdanım and olsun. Qurunç sularında işlədim. Getdim asma bronxit xəstəliyini tapdım. Ay qardaş, bir kişi evlənəndə işləməlidir də bu ailəni hər nə yolla olursa Siz olsun. özünüz də yaxşı bilirsiniz ki, mən oraya evlənməyə görə çıxmamışdım. Niyə adam danışdınız sizi? Məni ora maraqlandırmır. Mən ora nəyimə lazımdır? Mənə kimsə maraqlandırmır. Mən evlənməyə görə çıxmamışdım, mən köməyə görə çıxmışdım. Məni ev eləyir, xahiş eləyirəm. Neynəməli? Bunun da problemi var. Ortada da bir körpə uşağı var da. Kimsəsizdir. Bu neyindir? Ne Evlənir, ata var, bu ne addım ana. atıb da. Və ürəyiniz yanır. Bir dənə yaxşı əliniz, qolunuz sizdən uzun adam var burada. Bir dənə yaxşı işə düzəlt. İşə düzəlt. Gəldim də Allah kömək olsun. Birinci günə çıxaram inşallah. Birinci gündən işindədir. Gedib işləyirəm də. Yazıq Bu neynir? demir ki, Körğan, bu demir ki, sizin borcunuzdur mənə ev verəsiz. Deyir, kimi imkan varsa mənə köməkli eləsin. Əslində yetim, vallahi üzr Heç istəyirəm. mən də istəmirəm. Evə gəlməyib ha. Sənədinə görə gəlib ki, ata adı silinsin ki, dövlətdə növbədədir, onu buna versin də dövlət. Ata var deyə buna gec verirlər. Kimin ki ata adı yoxdur doğum haqqında şəhadətnamələri, ona birinci ver. Bu yazıq qalıb belə. Amma indi ev vermir. Verilsin bu qardaşa. Məncə. Damlanın evi var. Geçsin anasının yanında yaşasın. Damladan ana imtina etti artık. Niyə imkin etdi? Bəs O bir bayaqda oyundur. Damla anasına laylay deyirdi burada. Nə bilim, şeir yazırdı. Nə oldu? Çünki Damla Şeir mərd yazırdı. qızdır. Ha, bayaqlar demirdi, kövrəlmişdi burada anasına. Oyunda anası üçün Anasına görə kövrələrəm də. Səni belə o qədər vicdansızız ki, anamıza görə kövrəlməyək. Vicdan Ana- pulunu ana alınmır. dedi ki, mən Vicdan Allah neyniyim? verir. Və deyirdin, ana, mən Mərhəmət Allah neyniyim? verir. Ağam. İstəmir də. İstəmir, canı sağ olsun. Mən ondan xahiş eləməmişəm məni dünyaya gətir. Xahiş eləməmişəm o ata-anada ki, məni dünyaya gətir, mənim həyatımı belə məhv eləsinlər. Ana demişdi, Xahiş sən evdən eləməmişəm mən. qaç. Hə. Özünü Xahiş üzümlərə eləməmişəm sal, mən valideyndir. Baxın, Bu da bir valideyn. xoşunam xanım, mən özümə söz vermişdim ki, mən Sən Damlanın neyini məsələsində biləsən? fikir bildirməyəm. Səndən başqa evdə 5 Mən dənə ümumi uşaq deyirəm. böyüyür. Damlanın Ondan məsələsində niyə qaçmırsan? örnek götürüb bir nümunə deyirəm. Nədir həyat? Sən. Səni kim evdən qaçmayıb ki? Səni kimi evdən Hə, qaçmıyor. düz deyirəm Sən nə də. bilirsən onların həyatı nədir? Ay xanım, Hə. həyatı Mən nədir? xanım De. yox, mən de. damla deyə bilərsən. Mən xanım deyiləm. Artıq atayam mən. Atasan sən? Atayam, Ay, atayam. sənin kimi ata heç olmasın. Ha, Belə sən ata olar. ata heç olmaz. Niyə təqdir Ataya bax, edirsən? Ay Rama bəy, niyə təqdir Sən iki edirsən? adam Belə heç olmasın. xanımlara dəstək vermək lazım deyil. Niyə ki? Bunlar öz həyat Allah'a yollarını görə seçiblər. sizin gibi insan Baxın, olsun, mən sizə söz deyirəm. zaten Bugün bu insan Konuş və gəl. burada oturan Damlayır. hər kəsdən də yaxşı pul qazanır. Məyini yoldaşından istəyən kim olub? Mən özüm istəmişik, Ay özüm sağ ol. evlənmişik. İndi gəlin burada de. Özüm istəmişik, Atana özüm xeyir dua vermişdi. Yox. Belə insanlara dəstək durmaq olmaz. Bəli, Doğuş abi halaldır sizə. Damla heç. Damla gəlib sana bir yardımını edəcək. Amma sən uşaq evində böyüdüsən. Evet. Sən atılmısan. Sən 4 yaşında körpülərin altında, tamam. yollarda yaşamısan. Hüseyin Tamam, ben doğularkən ata-anası tərəfindən tamam. atılıbdır. Uşaq evində böyüyübdür. Tamam. Məncə sən Hüseynə də sarıl. Tamam. Onda bir sıkıntı yok. Ben Hüseyin'i seviyorum zaten. Evde de müzakeresini yaptığım zaman Hüseyin o bu günləri mənə kardeşimin elə da gəlir ki, iyi olmasını istiyorum. sənin o ne dediyin demek? sözü mən də dedim. Dedim qəribdir, yetimdir, Tamam, kabul ediyorum. kimsəsizdir. Onu o vəziyyətə qoymaq. Tamam. Bir uşağı da qoltuğuna verib bugün. Kabul ediyorum, kabul Yani, ediyorum. günah. Fakat burada bir şey söyleyeceğim. Tabii Günah. ki de kabul ediyorum. Yani benim Hüseyin kardeşimin işi de çok Hasan değil. Tabii ki Uşak de evinde onun böyle. için de çok zor. Ben onu daha iyi anlarım çünkü Uşak evinin ne olduğunu biliyorum. Siz burada sultan gibi yaşıyorsunuz Uşak evlerinde. Bizim zamanımızda öyle bir şey yoktu. Benim kolumu kesmişti bakıcı. Ufaktım, yatağa kaçırdım diye. Yani siz burada sultan gibi yaşıyorsunuz, bunu bilin ama tabii ki de Uşak evi. Hiçbir zaman için kolay olmaz bu işin. Ben kendi kendimi iyileştirdim. Hiçbir psikolojik destek almadan. Ama ben biraz Allah bana başka bir şey vermiş. Şimdi diyorum ki bu kardeşimiz kadındır, kadın. Kadına sahip çıkalım. Günahtır. Kadın. Tabii ki o kardeşimle alakalı bir şey söylemiyorum. Demiyorum ki o ev alsın, bu almasın, bu alsın. Ama benim haddime değil. Keşke ikisine de birer tane düğün dernek yapsak burada. Güzel güzel gitseler. Ama İndi səncə bu Volqaqraddan zəng eləyən var Damlaya. dur. Ev demişdi, Elmlər Akademiyasının. O telefonda danışan kardeş, ben onu işitmişim. Adam gibi adamdır ha. Ben onun konuşma tarzından, bak hiç tanımıyorum kendisini. Vallahi bana çok inandırıcı ve düzgün bir ses karakteri geldi. İyi bir adam karakteri geldi. İnşallah İyi bir adam yanılmıyorumdur. olup olmadığını reklamlardan sonra bileceksiniz. Damlaya bugün o ev verildi, verilmedi. Belki bu açar, belki
Başka açar kısa bir aradan sonra.